Bir digər məsələyə. Ərazilərimiz işğaldan azad ediləndən sonra tez bir zamanda yenidən qurma və bərpa işlərinə start verildi. Eyni zamanda böyük qayıdışa da başlanıldı. Doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunu təmin etmək üçün müxtəlif layihələr icra olunur. Onlardan biri də əmək yarmarkalarının təşkilidir. Növbəti bu cür yarmarka Cəbrayıl və Laçın rayonlarında keçirilib. Hazırda biz bu barədə danışacağıq. Dövlət Məşğulluq Agentliyinin Media və İnformasiya Təminatı şöbəsinin müdiri Əsmər Nəcməddin qızı birbaşa bağlantıda suallarımıza cavab verəcək. Əsmər xanım, hər vaxtınız xeyir olsun. Bu arada Salam, hər vaxtınız xeyir. Bir məsələ diqqətimizi çəkdi ki, keçirilən bu yarmarkalar fonunda yəqin ki, müəyyən bir data da formalaşır. Məsələn, onlardan biri Qarabağda əmək yarmarkaları hansı mütəxəssislərə daha çox ehtiyac duyulur? Bir daha salamlayıram sizi və izləyiciləri, təşəkkür edirəm öncəliklə. Bəli, sizin də qeyd elədiyiniz kimi Böyük Qayıdış proqramı davam eləyir və Cəbrayıl və Laçında başlayan yarmarkalarda ilk olaraq qeyd edeyim ki, həm dövlət, həm də özəl sektordan olan işə götürənlər iştirak edirdi və orada hazırda müəyyən tikinti, quruculuq, bərpa işləri getdiyi üçün xüsusilə bu istiqamətdə olan iş yerlərinə və eyni zamanda xidmət sektoru üzrə olan vakansiyalarda, boş iş yerləri də yarmarkalarda təqdim olunmuşdu. Ümumilikdə Laçında keçirilən yarmarkada 9 işə götürən iştirak edirdi və orada 213 vakansiya təqdim edilmişdi həmin işə götürənlər tərəfindən. Bundan başqa Cəbrayılda başlayan yarmarkada isə 13 işə götürən var idi və həmin işə götürənlər tərəfindən 100-dən çox vakansiya sakinlərə təqdim olunurdu. Bu yarmarkaların keçirilməsi prosesi davam eləyir. Ümumiyyətlə, Böyük Qayıdış proqramı başlayandan bugünə kimi artıq işğaldan azad olunan ərazilərdə 19 əmək yarmarkası keçirilib. Cari il üzrə isə 2025-ci ilin geridə qoyduğumuz 3 ay ərzində isə artıq 10 əmək yarmarkasının keçirilməsi təmin edilib. Təbii ki, bu proses davam eləyir. Qarşıdakı günlərdə yenə müəyyən ərazilərdə, digər rayon və şəhərlərdə də əmək yarmarkalarının keçirilməsi prosesi baş tutacaq. O ki, qaldı daha çox hansı sahələrə ehtiyacın olması və buna yarmarkalarda önəm verilməsi necə həyata keçirilir? Yarmarkalar keçirilməzdən öncə ümumiyyətlə bizim həm Qarabağ, həm də Şərqi Zəngəzur regional məşğulluq filialları tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən, işə götürənlərlə görüşlər keçirilir. Onların vakansiya tələbləri öyrənilir ki, həmin müəssisələr həmin iş yerlərində hansı vakansiyalara, hansı işçilərə hazırda ehtiyac var. Bu tələblər öyrəniləndən sonra artıq yarmarka təşkil edilir. Həmin işə götürənlər öz vakansiyaları ilə burada təmsil olunurlar və müraciət edən vətəndaşlara bu vakansiyalar, vakansiyaların tələbləri, bunlar barədə məlumatlar verilir. Aydındır. Mən sizə təşəkkür edirəm Əsmər xanım. Çox sağ olun. Bu keçirilən və ya keçiriləcək yarmarkalarda uğurlar həm sizə, həm də vətəndaşlara. Qeyd edim ki, Dövlət Məşğulluq Agentliyinin Media və İnformasiya Təminatı şöbəsinin müdiri Əsmər Nəcməddin qızı ilə danışdıq. Bir daha vurğulayaq. Cəbrayıl və Laçın rayonlarında növbəti yarmarkalar keçirilib. İnsanların məşğuliyyətinin təmin olunması baxımından suallara cavab tapdıq. Eyni zamanda bu prosesin gələcəkdə də davam etdiriləcəyinin